Salam, mən sizə bugün Gmail, yəni Google Mail hesabı yaratmağı göstərəcəm. Bunun üçün gmail.com adresinə daxil oluruq. Bunun üçün hər hansı bir web browserə daxil oluruq. Internet Explorer, Google Chrome fərq etməz. Və adres çubuğuna gmail.com yazırıq. Və ru.org az yazmayın, ancaq gmail.com yazın və burada bizi Google'un pəncərəsi qarşılayır. Biz burada hesabımıza daxil olma hissəsini görürük və bizim hesabımız olmadığı üçün biz hesaba daxil ola bilmərik və ona görə də hesab yaratmalıyıq və ən altda hesab oluştur adlanan bir hissə var. Biz o hissəyə daxil olmalıyıq və hesab oluştur hissəsinə daxil oluruq və burada adımızı yazırıq. Siz adınızı düzgün yazın. Mən amma adımı yoxlama hesabı yaradacağıma görə yoxlama hesabı qoyuram və burada istifadəçi adınızı, yəni mail adresinizi yazın və bunu yazdıqdan sonra bir yerə qeyd edin. Çünki siz bununla daxil olacaqsınız email adresinizə və bunun adını itirsəniz, siz heç cür email adresinizə daxil ola bilməyəcəksiniz. Ona görə də bunu qeyd edin və əgər yaratmaq istədiyiniz email adresi istifadə olunubsa, onda sizə bu kullanıcı adı zaten alınmış, başqa bir kullanıcı adı denemək istəmirsiniz deyəcək və biz bunun qabağına 1 yazırıq və görürük ki, heç nə çıxmadı. Deməli, onda bu hesab istifadə olunmuyor və bundan sonra əsas hissəyə şifrə yaratmaq hissəsinə keçirik və burada hər hansı bir şifrə yaratmalısınız. Sizə tövsiyəm odur ki, şifrəni heç kəsin təxmin edə bilməyəcəyi bir şeydən seçməlisiniz və burada şifrənizi doğrulamalısınız. Yəni, yazdığınız şifrəni yenidən bura yazmalısınız. Çünki bunu nə üçün edirik? Çünki siz əgər hər hansı bir şifrəni yazanda bir rəqəmi hərfi səhv yazsanız, bu şifrəni onaylama hissəsində siz həmin o səhvi görəcəksiniz və şifrəni silib təzədən yaradacaqsınız. Əgər siz səhv yazsanız, hər hansı bir qarşısından bir hərfi silirəm, sizin qabağınıza belə bir şey çıxacaq. Bu şifrələr eşləşmiyor, təkrar denemək istər misiniz? Və düzgün yazdıqda isə heç bir şey çıxmayacaq. Yəni, bu o deməkdir ki, şifrəni düzgün yazmışsınız və sonra isə doğum tarixinizi yazmalısınız, sonra isə ayı yazmalısınız və sonra isə ili yazmalısınız. Bundan sonra cinsiyyətinizi seçməlisiniz və bundan sonra mobil telefon doğrulaması hissəsi var. İstəsəniz, siz həmin bu doğrulama hissəsinə girə bilərsiniz və buradan siz mail adresinizin təhlükəsizliyini təmin edə bilərsiniz və əgər nəsə bir hesabınızda dəyişiklik olsa, siz buradan görə bilərsiniz və onu dəyişdirə bilərsiniz və əgər sizin mobil telefonunuz yoxdursa və yaxud da doğrulama kodunu necə qəbul edəcəyinizi bilmirsinizsə, o zaman heç buna heç bir şey yazmanızı tövsiyə etmirəm və sonra isə mövcud e-posta adresiniz hissəsi var. Bu da həmin o nömrənin yerinə yetirdiyi funksiyanı yerinə yetirir. Əgər sizin mobil telefonunuz yoxdursa və amma təhlükəsizliyi tam təmin etmək istəyirsinizsə, email adresinizlə də bunu edə bilərsiniz. Bu, həm də əgər şifrəni unutsanız, siz bu mövcud email adresiniz sayəsində şifrəni yenidən bərpa edə bilərsiniz. Ona görə tövsiyə edirəm mövcud email adresinizi yazmağınızı və bundan sonra isə əgər mən bunları hər ikisini yazmayacağım, yazmasanız bir şey olmur, yaratmaq olur və bundan sonra isə robot olub olmadığınızı doğrulamaq üçün bir şəkil çıxır qarşınıza və bu şəkilin üzərində olan rəqəmlər var və bu rəqəmləri bura yazmalısınız. Məsələn, bu şəklin üzərində gördüyünüz kimi 2, 8, 1, 1 yazılıb və əgər şəkildəki rəqəmlər görünmürsə, siz şəkli yenilə deyə bir hissə var, yəni yeniləmə işarəsi. Siz buna basdıqda gördüyünüz kimi şəkil yenilənir və yeni şəkildə ki, kodları əgər başa düşsəniz, bura yazasınız və sonra isə Google-un hizmət şartlarını və gizlilik politikasını qəbul etməlisiniz və konumunuzu, yəni olduğunuz ərazini seçməlisiniz. Bunu Azərbaycan seçin, yaşadığınız ərazini
və sonra isə hesabınızı yaradırsınız, sonraki adıma daxil olursunuz. Mən hesab yaratmayacağım. Bundan sonrası heç nə etməyəcəksiniz. Ona görə də mən bunu göstərməyəcəm və sonra isə Gmail hesabına daxil olma hissəsini indi sizə göstərəcəm. Bunun üçün gmail.com adresinə daxil oluruq və buradan həmin o hesabı yarat butonuna bastınız və hesabınızı yaratdınız. İndi isə bu hesaba daxil oluruq. Bu hesaba daxil olmaq üçün biz yazırıq. Bu Gmail hesabını mən əvvələ yaratmışdım və ona daxil oluram. Daxil olma hissəsini göstərəm və seçdiyiniz şifrəni yazmalısınız. Buna görə deyirdim ki, şifrəni bir yerə qeyd etmək çox vacibdir. Və şifrəni yanlış yazdıqda daxil ola bilməyəcəksiniz. Ona görə də şifrəni düzgün yazın və oturumu aç hissəsinə daxil olun və burada biraz sizi gözləyəcək email ilə daxil olduqda yavaş internet bağlantınız varsa temel HTML-i yüklə denilən bir hissə var. Ora daxil olub tez aktiv edə bilərsiniz emaili və sonra isə burada Google sizə Gmail-dən necə istifadə edəcəyinizi göstərəcək və 3 mail göndərəcək. Siz bu mailləri oxuyaraq necə istifadə edəcəyinizi öyrənə bilərsiniz. Mənim fikrimcə Google Mail, Mail.ru-dan və Rambler.ru-dan qat-qat yaxşıdır. Əlbəttə mənim fikrimdir və Gmail-də göndərilən bütün maillər adresinə çatacaqdır. Və izlədiyiniz üçün çox təşəkkür edirəm. Gələn videolarda görüşmək üzrə. Çox sağ olun.